Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Maşın saat 2-də şərqə tərəf, bax, yönlük hallı sözdür. Nəmi? Qoşulub ona olacaq nə? Qoşma. Sonra qarşı tərəf, hansı tərəf? Qarşı tərəf. Nə? Tərəf. Burada isimdir. Müstəqil suala cavab verir. Nəmi? Deyir ki, sözə qoşularaq məna açaları yaradan nədir? Qoşmamız. Sonra, ifadə olunan fikrə münasibət uşaqlar modal sözdür. Modal söz cümlədə yoxdur, ona görə B-ni heç birisinə aid etməyəcəm. Leksik mənası var, birə aiddir. İsimdir. Sonra, yalnız qrammatik mənası var, bu da qoşmaya aiddir. Cümlə üzvləri arasında əlaqə yaradır, bu da bağlayıcıdır. Demək, bu da getdi. 1-ə olacaq C, 2-yə AD. Cavabımız olacaq